Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Bugün gördüyünüz kimi asan və tez başa gələn, yumşaq, ağızda əriyən, çox dadlı qoz peçenyası hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Unu qabımıza əliyərək əlavə edirəm. Burada 3 stəkan un əlavə edirəm və sonunda 1 stəkan da əlavə edirəm xəmirimizə. Bunu çəkməmişəm, göstərməmişəm. Öncədən deyirəm ki, biləsiz. Ümumilikdə 4 stəkan un xəmirini yoğuracam və üzərinə 250 qram otaq temperaturunda olan yağı da əlavə edib bunu umac halına gətirirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Ərzaqlarımızın miqdarını açıqlama bölümündə yazacağam. Və üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Bunu da yaxşı-yaxşı qarışdırıram. Üzərinə 1 paket vanil əlavə edirəm. Bir çay qaşığı kabartma tozu əlavə edirəm. Çox əlavə etməyə ehtiyac yoxdur. Burada qaşıq tam dolmadığı üçün mən biraz da əlavə etdim. 2 ədəd yumurta əlavə etdim və 2 yemək qaşığı qatıq əlavə edib xəmirimizi yoğuracağam. Mən burada çay qaşığı ilə qatığımızı əlavə etdiyim üçün 3 qaşıq kimi görünür. Amma 2 yemək qaşığı tam bəs edir. Bunların da hamısını qarışdırıb xəmirimizi yoğururam. Artıq gördüyünüz kimi xəmirimiz hazırdır. İnanın ki, çox dadlı, ləzzətli bir şirniyyatdır. Bişməyi ilə bitməsi bir oldu. Xəmirimizi gözlətmədən həmən keçirəm xırda kündələr ayırmağa. Bunlar hamısı çəki iləndir. 7-8 qram olmalıdır. Mən 8 qramdan götürdüm və burada da sizə göstərirəm tam dəqiq çəkisini. Kündələrimizi hazırladım, keçirik bişirməyə. Məndə bu formada qoz şirniyyatı bişirən bir dəmir qabım var. Qazın üzərində bişirəcəm. Gördüyünüz kimi kündələri içərisinə yerləşdirdim və qapağını qoyub hər iki tərəfini yaxşı-yaxşı bişirirəm. Və çevirirəm, hər iki tərəfi bişsin deyə çevirirəm. Artıq gördüyünüz kimi qoz şirniyyatlarımız bişib. Rənglərini istəsəz biraz tündləşdirə də bilərsiniz. Mən qarışıq elədim, həm açıq rəng elədim, həm tünd rəng elədim. Artıq şirniyyatlarımız bişib. Bunun kənarında qalan artıqları da kəsirəm. Həm ağız-ağıza yaxşı otursun, həm səliqəli görünsün deyə. Bunu isti-isti kəsirəm ki, yaxşı kəsilsin. Bu biraz soyandan sonra, quruyandan sonra kəsmək də biraz çətin olur, sınır. Ona görə də bunu isti-isti kəsirəm. Dediyim kimi, rəngarəng rəngləri oldu. Keçirik içərisini doldurmağa. Qatlaşdırılmış, bişmiş süd almışam. Düzdür, məndə biraz duru çıxdı, amma bu tam biraz qatı olanda daha yaxşı olur. Və bunu qozun içərisinə doldurub, içərisinə də bir kusok qoz qoyub, qapağını ağız-ağıza bağlayıram. Qatlaşdırılmış, bişmiş süd biraz qatı olmalıdır. Amma mən aldığım nədənsə bu formada çıxdı. Biraz yumşaq çıxdı. Amma heç bir fərqi yoxdur. Əsas odur çox dadlı, ləzzətli alındı.
bişməsi ilə qurtarması bir oldu. Hamısını eyni qayda ilə içərisinə doldururam. Gördüyünüz kimi hamısını eyni qayda ilə ilk öncə içərisinə qatlaşdırılmış süd, sonra isə qoz ləpəsi bir kusok və ağız-ağıza qoyub bağlayıram. Gördüyünüz kimi bu da bizim möhtəşəm görüntüsü, möhtəşəm dadı olan qoz şirniyyatımız hazır oldu dəyərli izləyicilərimiz. Bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın.